Salam, hörmətli müəllimlər, xoş gördük sizləri. Yeni qiymətləndirmə çərçivəsinə uyğun olaraq təfəkkürün növlərinə aid yenilikləri sizlərə təqdim edəcəm. Bildiyiniz kimi, təfəkkür düşünmə prosesidir və insan dünyaya gəldiyi andan işə düşür. Və biz şagirdlərdə hansı ki, dərs prosesində test, tapşırıq, suallar veririk, həmin bu sualları məqsədli və sistemli şəkildə şagirdlərə yönləndirdikdə məntiqi, tənqidi və yaradıcı təfəkkürü formalaşdıra bilirik. Nəzərə alın ki, dərs prosesində biz əvvəl-axır şagirdlərə müəyyən sualları yönləndiririk. Amma əgər biz şagirdlərin səviyyəsinə uyğun, məqsədli şəkildə suallarımızı yönləndirsək, onlarda məntiqdən tənqid, tənqiddən isə yaradıcı təfəkkür formalaşdıra bilərik. Təbii ki, bunun üçün bizə taksonomiyanın mərhələləri köməkliyi göstərir. Amma qiymətləndirmə çərçivəmizə yeni təfəkkür növləri də əlavə edilmişdir. Qeyd edək ki, təfəkkürün növləri çoxdur. Əslində çərçivədə qeyd olunanlar belə bir hissəsidir. Sadəcə biz bu gün məktəbdə əsas baza olaraq məntiq, tənqid və yaradıcı təfəkkürü formalaşdırırıq. Çünki bu təfəkkür növləri formalaşdırıldıqda digərləri biz istəsək də, istəməsək də şaxəli şəkildə formalaşmış olur. İndi isə mən sizə məntiq, tənqid və yaradıcı təfəkkür haqqında deyil, həmin o yenilikləri izah edəcəm, praktik izah edəcəm ki, sizin üçün həm sadə, yadda qalan və anlaşılan olsun. Ümid edirəm ki, çox rahat şəkildə izah edə bilim. Təfəkkürün növlərindən biz abstrakt təfəkkür, praktik təfəkkür, analitik təfəkkür və produktiv təfəkkürü sizlərə təqdim edəcəyik. Abstrakt təfəkkür hadisələri, anlayışları, faktları ümumiləşdirilmiş formada, yəni real obyektlərdən ayrılmış şəkildə təhlil etməkdir. Praktik təfəkkür adından da görüldüyü kimi əldə olunan biliyin real həyatda tətbiq edilməsi, praktik tapşırıqlarla əlaqələndirilməsidir. Analitik təfəkkür problemi hissələrə bölüb, hər hissəni ayrıca təhlil etmək və sonra əlaqələndirərək nəticəyə gəlməyi bacarığıdır. Nəhayət, produktiv təfəkkür şagirdin yeni ideyalar yaratması, fərqli yanaşmalar tapması və orijinal məhsul ortaya qoymasıdır. İndi isə gəlin tək-tək biz baxaq. Abstrakt təfəkkür əslində şagirdlərdə anlayışları, qanun uyğunluqları, səbəb-nəticə əlaqələrini ümumiləşdirərək nəticə çıxarmaq bacarığını özündə ehtiva edir. Məsələn, dərsdən nümunə. Müəllim sual verir. Bütün canlılar niyə tənəffüs edir? Şagird konkret nümunələr əsasında düşünür, sonra ümumi nəticəyə gəlir. Çünki həyat fəaliyyətini davam etdirmək üçün enerji ehtiyac duyurlar. Şagirdlərdə nə formalaşdırır? Məntiqi düşünmə, analiz, sintez, nəticə çıxarmaq bacarığı. İstifadə edilməlidir hansı metodlar? Konseptual xəritə, anlayışın çıxarılması, niyə və nəticədə nə baş verir kimi suallar. İndi isə keçək analitik təfəkkürə. Analitik təfəkkürdən hansı məqsədlə istifadə edirik? Şagirdin məlumatı strukturlaşdırma və müqayisə etmə qabiliyyətini inkişaf etdirmək üçün. Dərsimizdən nümunə, mətnin əsas ideyası nədir? Tapşırığında şagird cümlələri hissə-hissə təhlil edir, əsas fikri və köməkçi fikirləri ayırır. Hansı bacarıqları formalaşdırır? Səbəb-nəticə əlaqələrinin müəyyənləşdirilməsi, fərqlərin və oxşarlıqların tapılması. Şagirdlərdə analitik təfəkkürü formalaşdırmaq üçün hansı metodlardan istifadə edə bilərik? Venn diaqramı, analitik cədvəl, problem sualları və müqayisəli analiz. Eyni şəkildə praktik təfəkkürlə davam edirik. Praktik təfəkkürdən istifadə etməyimizin məqsədi şagirdin öyrəndiklərini fəaliyyətdə tətbiq etmə bacarığını inkişaf etdirmək üçündür. Dərsimizdən bir nümunə, riyaziyyat dərsində ölçü vahidlərini öyrənən şagirdə verilən tapşırıq. Sinifin uzunluğunu ölç və nəticəni metr və santimetrlə ifadə et. Gördüyünüz kimi öyrəniləni tətbiq etməyi tələb edir. Şagirdlərdə hansı bacarıqları formalaşdırır? Tətbiq etmə, problem həlli, situativ düşünmə bacarığı. Bəs praktik təfəkkürü hansı metodlarla şagirdə inkişaf etdirə bilərik? Layihə əsaslı öyrənmə, oyunlaşdırma, situasiya tapşırıqları və tədqiqat işi. Sonuncu, produktiv təfəkkür. Biz dedik ki, bu yeni ideyalar yaratmaq, orijinal məhsul ortaya qoymaq, fərqli yanaşmalar ortaya qoymaq üçün istifadə edilir. Bu metoddan istifadə etməyimizin məqsədi yaradıcılıq və innovativ düşünmə qabiliyyətini inkişaf etdirməkdir. Dərsimizdən nümunə, müəllim deyir, əgər sən iqlim dəyişikliyinin qarşısını almaq üçün
bir ixtira etsəydin, bu nə olardı? Şagird öz fərdi ideyasını təqdim edir. Bu təfəkkür növü şagirdlərdə yaradıcı düşünmə, tənqidi baxış və orijinal fikir yürütmə formalaşdırır. Produktiv təfəkkürü inkişaf etdirmək üçün bizə lazım olan metodlar beyin həmləsi, Think-Vein, rollu oyun, ideya qutusu və layihə təqdimatıdır. Nəticə etibarilə müəllim dərslərdə hər 4 təfəkkür növündən istifadə edir. Abstrakt təfəkkürü inkişaf etdirmək üçün anlayış və məntiqi tapşırıqlardan, analitik təfəkkürü istifadə edir, inkişaf elətdirir müqayisə və təhlil tapşırıqları ilə, praktik təfəkkür üçün fəaliyyət yönümlü tapşırıqlar, produktiv təfəkkür üçün isə yaradıcılıq və innovasiya tələb edən iş üsullarından istifadə etməlidir. Dərsimiz bu qədərdir. Mən sizə 4 təfəkkür növü haqqında yığcam şəkildə, anlaşılan, nümunələr əsasında izahat verdim. Təbii hər hansı bir sualınız yaranırsa, məlumat vermək istəsəniz, daha doğrusu məlumat almaq istəsəniz, eee, əvvəldə də qeyd etdiyim nömrə ilə rahatlıqla əlaqə saxlaya bilərsiniz. Heç bir problem yoxdur. Dinlədiyiniz üçün təşəkkür edirəm. Çox sağ olun. Ümid edirəm sizlər üçün faydalı olmuşdur.